Bizim müəllim maaşlarının aşağı olmasının əsas səbəblərindən biri onların həftəlik dərs saatının az olmasıdır. Hazırda 4 müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir. Təbii ki, bu qədər işləyən adamın maaşı da aşağı olur. Təhsil zamanı Yeni Sabahə istinadən xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev 13 noyabr 2025-ci il tarixində parlamentin bir neçə komitəsinin ortaq iclasında Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Elm və Təhsil naziri əlavə edib ki, buna görə də bizim sertifikatlaşdırma yanaşmamızın növbəti mərhələsində 2027-2030-cu illər əsas məqsəd müəllimlik peşəsində saatlıq, yarımştat, təsadüfi dərsləmə praktikasını aradan qaldırmaqdır. Müəllimlərin işini daimi və peşəkar əsasda qurmaq lazımdır. Necə ki, hər birimizin 9:00-18:00 iş qrafiki varsa, müəllimlər üçün də daimi iş modeli yaradılmalıdır. Bu model tamamilə könüllü olacaq, heç kəs məcbur edilməyəcək, rəqabətli, yüksək maaşlı, tam iş günü olan müəllim modeli formalaşdırılacaq. Həmin müəllimin həftəlik dərs yükü 18-24 saat olacaq. Qalan saatlarda isə digər təhsillə bağlı fəaliyyətlə məşğul olacaq, məsələlər hazırlayacaq, valideynlər də işləyəcək, şagirdlər də fərdi yanaşmalar quracaq və s. Bu vəzifəyə yalnız sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlər seçiləcək, istəməyənlər isə yenə də Sovet dövründən qalmış saadlıq sistemdə stavka əsasında fəaliyyət göstərə bilərlər. Ancaq biz anlamalıyıq ki, bu sistemin alternativi yoxdur və stavka sistemi artıq özünü doğrultmur. Bu dəyişməli və 100 illik köhnə təcrübədən qurtulmalı islahatdır, deyə Elm və Təhsil naziri əlavə edib.